12-ci pillədədir. Cəbrayıl isə 13 xalla 8-ci pillədədir. İşləri qaydasında getmir. Vaxt itirmədən heyətlərlə maçın start fiti verildi. Cəbrayıl Baku Sporting maçı başladı. Elşən topu havalandırdı. Kim? Top dirəkdən qayıt, hücum davam edir. Qapçı Sami Gulin. İrəliyə ötürmə, offside yoxdur. Dilen Açemi. Açemi, qapıya zərbə. Qapçı yerindədir. Pablo Henrique. Xəyyamla oynadı, Xəyyam. Yaxşı sol ayağı var. Xəyyamın zərbəsi, Sami Gulin. Təkrar zərbə İlham Allahverdiyev. Gol! Baku Sporting istəyinə çatdı. İlham Allahverdiyev. Kapitan komandasını sevindirir. Xəyyam Hüseyninin zərbəsini Sami Gulin dəf etsə də İlham Allahverdiyev topa birinci çatdı və yaxın məsafədən toru silkələdi. İşarə verildi Tapdıq Əhmədov. Ötürmə edildi. Çox təhlükəli alındı. Winger. Fərid. Topu havalandırır. Top az qala qapıya gedirdi. İşarə verildi. Elşən. Topu havalandı. Top qapıya gedir. Gol! Gol! Elşən Abdullayev cərmə zərbəsindən mükəmməl gol vurdu. Elşən Abdullayev. Baku Sporting fərqi artırır. Küləyin də təsiri ilə top qapıya daxil oldu. Sami Gulin. Offside yoxdur. Elşən irəliyir. Elşən cərmə meydançasındadır. Elşən Abdullayev pauza götürdü. Qapıya vurur. Yaxın küncü nişan almışdı Elşən Abdullayev. Topu qapı önünə göndərir. Sami Gulindən kobud səhv. Pablo Henrique ötürmə. Yaxın dirəyə baş zərbəsi Stefanoviçdən. Eli cərmə meydançasına daxil olur. Eli yıxıldı. Hakim 5-də yoxdur deyir. Hakim davam dedi. Ruslan Quliyev elini qalxmağa çağırır. Etirazlar var Cəbrayılda. Penalti tələb edir Cəbrayıl komandası. Qapıya zərbə. Gol! Cəbrayıl fərqi azaltdı. Nə gözəl qol idi bu. Əla qol vurdu. Cəbrayılın 88 nömrəli futbolçusu Həsən Hüseyn cərmə meydançasında müdafiəçini aldatdı və qüvvətli zərbə qapçı Elməddin Sultanov. Mərkəzə tapdıq. Qol vəziyyəti. Cəbrayıl ikinci qol vura biləcəkmi? Qapçı. Qarşılıq var. Elməddin topu tutdu. İkinci qola yaxınlaşdı Cəbrayıl. Xəyyam topladı. Xəyyam aralandı. Cərmə meydançasındadır. Xəyyam. Qol vəziyyəti. Toxuna bilmədi komanda yoldaşları. Qapıya zərbə. Tapdığın ötürməsi. Uzaqda top qapıya gedirdi Elməddin Sultanov. İlkin Muradov. Və hakim maçı bitirdi. Baku Sporting Cəbrayılı 2-1 hesabı ilə məğlub edərək